Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində bir mühüm xəbər diqqətinizə çatdıracaq. 7 iyun tarixidir. Belə ki, az öncə qeyd elədiyimiz kimi Tovuz rayonunda valideynlərin qızıl üzüyü hədiyyə elədiyi müəllimlə bağlı bir xəbər diqqətinizə çatdıracaq. Bu barədə Elm və Təhsil Nazirliyinin Qazax Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib və məlumatda bildirilir ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlmərdanlı kənd orta ümumi təhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb. Bu video mayın 24-də qeyri-iş günü məktəbdən kənar ərazidə çəkilib. Valideynlərin şəxsi təşəbbüsü ilə alınan zinət əşyası müəllimə təqdim edilir. Ancaq təhsil verənlərin etik davranış qaydalarına, eyni zamanda məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunan müvafiq təlimatlara əsasən müəllimlərə hər hansı bir qiymətli hədiyyə, maddi və qeyri-maddi nemətlərin verilməsi yol verilməz hesab olunur deyə bildirilib məlumatda. İdarə valideynlərə bir daha müraciət edərək xatırladıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Qeyd eləyək ki, etik davranış qaydalarına pozduğuna görə sözü gedən müəllimə töhmət verildiyi bildirilir.